Yezid hakimiyyətini bərpa etmək istəyirdi, İmam Hüseyni öldürmək istəyirdi. İmam Hüseyn nə istəyirdi? Müəyyən hədəfləri qorumaq, Allah yolunda şəhid olmaq istəyirdi. Allah hər ikisini istədiyini verdi. Allahın istədiyi mənim istəməyimdir. Bəziləri məşhur bu səbəblə. Allah deyir, məni niyə yaradıb, biləcək ki, cəhənnəmə gedirəm. Allahın bilməyi əvvəlcədən lövh-i məhfuzda yazmasız deyil. Burada incə nüans var. Allah bilir ki, mən bunu öz xoşumla edəcəyəm. Burada fərq var. Bir var ki, Allah deyir ki, sən bunu edəcəksən. Bir də var, Allah bilir ki, sən bunu seçəcəksən. Bunun bariz nümunəsi nədir? Biz əməli edəndən sonra deyirik, ey kaş. Kaş deməyimiz bunu bildirir ki, biz başqa cür edə bilərik. Bunu bütün müsəlmanlar bu fikirdə ittifaq etməyiblər. Müsəlmanlar var, Allahın o elmini qəbul eləmirlər. Deyir, Allah bilmir. Mən elə danışıram ki, biz müsəlmanların səhvi bundadır. Elə bil müsəlmanlar bu ittifaq ediblər. Xeyr, sənə kim deyir? Başqa cür fikirlərdə olanlar var. Məsələn, İmam Hüseyn əleyhissalam bilirdi öldürülür, niyə görə getdi? İmam Rıza bilirdi şəhid olacaq, niyə elədi? Biz elə bilirik ki, nə gözəl, bir dənə cavabı var bunun. Yox. İmam Hüseyn niyə etmək istəyirdi? Hamı deyəcək ki, yaxşılıqlara dəvət, pisliklərdən çəkindirmək. İmam Rıza nə etmək istəyirdi? İmam Əli nə etmək istəyirdi? Bütün imamların, nəyə ki, Peyğəmbərlərin hamısının hədəfi bu olub. Nə etmək istəyirdi? Buradan görsən ki, 5 dənə, 6 dənə rəy gəldi. Əli Şəriətinin rəyi, Səidə bin Tavusun rəyi, Məhəmməd Baqir Sədrin rəyi. Hamı bir-bir deyir ki, İmam Hüseyn hakimiyyət qurmaq istəyirdi. Vəzifə gəldi özünə, necə ki, İmam Əliyə beyyət etdilər hamısı, imamın üzərinə vəzifə gəldi. Beyyət elədilər İmam Hüseyni, getdi, alınmadı iş. Vəssalam. Bəziləri deyir ki, yox, İmam Hüseyn gördü ki, Əməviləri qanun içində boğmaq lazımdır. Yezidi elə bir hala salıb onu təhrik elədi ki, Yezid Peyğəmbərin balasının əlinə qanını batırmaqla məhv elədi bütün hər şeyi. Bəziləri deyir, yox, hamı Yezidə deyirdi ki, bu Peyğəmbərin canişinidir. İmam Hüseyn vurdu. Səidə bin Tavus deyir ki, yox, Allah dərgahında bir məqam var ki, ora ancaq bu yolla çatmaq olardı. Və İmam Hüseyn də o şəhidlik məqamını seçdi. Və mən görürsünüz ki, bizim öz alimlərimiz bir 6-dən 7-dən rəy deyiblər. Mən onu demək istəyirəm ki, bəzən mən bunu danışıram, elə bilinir ki, elə şiəliyin mövqeyi budur. Maşallah, biz öyrəşmişik, məzhəb bunu deyir. Ancaq Peyğəmbər və imamlar deyə bilər. Mən ancaq deyə bilərəm ki, bu ayədən belə başa düşdüm, bu hədisdən belə başa düşdüm və mənim nəticəm budur. Əgər cəddim Peyğəmbərin dini yalnız mənim ölümümlə yaşayacaqsa, onda ey qılınclar, doğruyum məni. Uşaqlıqdan hara gəldi, danışırdım bunu. Sonradan Murtəza mütəhərrir dedi ki, belə bir hədis yoxdur. Şeirdir İmam Hüseynin adına. Fəlsəfə qurmuşuq. Hər 10 dənə axunddan 6-sı rahat hər gün Aşura, hər yer Kərbala. Bəhslər açıb, dərin. İnsafən isabət də edib, düzgün də təhlil edir. Amma digərkinə elə bir hədisi yoxdur imamla. Allahın xüsusi hökmü var, dəyişilməz. Məsələn, nədir dəyişilməz? Mən ata-anamı dəyişə bilərəm? Xeyr. Dəyişə bilmərəm. Deməli, dəyişilməyən hökmlər var, qəza var. Qəza və qədər. Qədər nədir? Allah Teala deyir, biz hər bir şeyi öz qədərində yaratmışıq. Qədər budur. Tökdüm çay, tökdüm, daşdı. Bu oldu qəza. Adam bunu içinə varanda çaşıb qalır ki, nə qədər milyardlarla seçim var. Qəzalar var, qədərlər var. Mən hər bir qədər formalaşanda bir qəza baş verir. İndi təsəvvürünüzə gətirin ki, bir dənə yerdə qəza verir. 10 nəfərin orada qəza qədəri həll olundu. Seçimlərindən bir dənə hadisə baş verdi. Allah bu cür istəyir. Bir də Allahın əvvəlcədən təyin etdiyi hökmü var ki, biz istəyirik müstəzəfləri yer üzündə öndə gedənlər və varislər edək. Bunlar dəyişilməzdir. Bu mütləq olacaq.